Təsadüfən bir yerdə bir söhbətin şahidi oldum. Gənclər söhbət edirdilər. Biri deyir ki, mənim babam və nənəm 18-ci ildə köçməyə məcbur olublar. Möcüzə nəticəsində xilas olublar erməni qırğınından. Biri deyir ki, Bakıda nənəm söhbət edərdi ki, çox az şəkildəki 18-ci ildə Bakıdan qaçmağa məcbur oldum. Ancaq babam deyir, 18-ci il sentyabrında Bakını azad edən Qafqaz İslam ordusunun əskəri olubdur. Sonra uşaqlar şikayət edirlər ki, babalarımız, nənələrimiz bu barədə bizə ya heç danışmırdılar, ya da çox az danışırdılar. O uşaqlar başa düşürlər ki, zamanında bu detalları bilsəydilər, tariximiz haqqında həqiqətləri bilsəydilər, bugünə də, gələcəkdə daha çox hazır olardılar. Ona görə də gənclərimizə xüsusən tariximizi çatdırmalıyıq, övladlarımızı tariximizi çatdırmalıyıq. Millətimizin tarixi şərəfli olduğu qədər də çətin, ağır bir taleyli tarixdir. Tarixi yaddaşımızı möhkəmləndirməliyik. Orada bizə həm edilən xəyanətlər, vurulan zərbələr xalqımıza, gənclərimizə çatdırılmalıdır. Həm də xalqımızın qəhrəmanlıq səhifələri, igidlik səhifələri, nümunələri deyilməlidir, bilinməlidir. Bu xalq, bu gənclər bilməlidirlər ki, Azərbaycan xalqı şərəfli, ləyaqətli bir xalqdır və bugünkü çətinliklərdən ümidsizliyə qapılmaq olmaz. Zamanında kommunistlər ermənilərlə birləşib Azərbaycanın bir çox bölgələrində qətliamlar təşkil edilər. 10 minlərlə insanımızı qətlə yetirdilər. Sonra da hakimiyyətə gəlib müqəddəs şəhidlərimizin qəbri üzərində əyləncə parkı yaratdılar. İşğalçıların tanınmış simalarının birinə heykəl də qoydular. Amma zaman keçdi, bütün bu saxta örtüklər götürüldü və tarixi gerçək üzə çıxdı. O dövrün çətinlikləri də, faciələri də, o dövrün qəhrəmanları da yavaş-yavaş xalqımıza bəlli olur. Bugün biz bütün şəhidlərimizin xatirəsini hörmətlə, sayğı ilə anırıq və eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın dövlət olması yolunda, Azərbaycan xalqının xilası yolunda mübarizə aparan, həyatlarını fəda edən minlərlə, 10 minlərlə, 100 minlərlə qəhrəman övladlarımızı Türkiyədən gəlib burada vətən uğrunda həlak olan əcdadlarımızı hörmətlə yada salırıq, onların ruhu qarşısında baş əyirik. Allah hamısına rəhmət eləsin, Allah onların ruhunu şad eləsin və eyni zamanda onların ruhu heç bir zaman böyük millətimizin üzərindən əski olmasın.